Cəmiyyətimizdə ciddi dərəcə xəstəlik var, bulaşıcı xəstəlik gəzir. Özünüzü müdafiə eləyin, mühafizə eləyin. Allah göstərməsin, müalicəsi də yoxdur. Xəstəliyin adı əxlaqsızlıq xəstəliyidir, qardaş. Bir məhəlləyə 20 dənə, 30 dənə ev olan bir məhəlləyə gəlir bir dənə əxlaqsız düşür. Bir il sonra oradakı 30 dənə evin 15 dənəsi əxlaqsızlığa meyilli olur. Çünki əxlaqsızlığın nə örfü var, nə adəti var, nə ənənəsi var, nə yaşam prinsipi var. Nə anıya hörməti var, nə atıya hörməti var, nə böyük yeri, nə balaca yeri. Əxlaqsızlığı təbliğ eləmək də böyük bir vəzifə kimi onu da təbliğ eləyir. Bir dənə əxlaqsız 15 dənə əxlaqlını əxlaqsız eləyə bilər. Amma 15 dənə əxlaqsız yığışıb, əxlaqlı yığışıb, bir dənə əxlaqsızlığı götürüb düzəldə bilməz. Mümkün deyil. Çalışın əxlaqsızlıq xəstəliyindən özünüzü qoruyun, müdafiə eləyin. Heyfdir balalarımız, gələcək nəsillərimiz, yazıqdırlar. Yəni, ilk növbədə örf, adət, ənənəmiz üzərində yaşamalıyıq. Bir Azərbaycanlı olduğumuzu beynimizə soxub çıxartmalı deyilik. Bizdə bir millət kimi, bir Azərbaycanlı kimi anıya hörmət, atıya hörmət, ağ birçəyə hörmət, ağ saqqala hörmət, uşağa hörmət, həyat yoldaşına hörmət. Bunların hamısı öz balansında olmalıdır. Küçədə tanımadığın insana hörmət. Bunların hamısı öz balansında olmalıdır. Bunlar öz balansında deyilsə, əxlaqsızlığa tərəf yol alıb gedirsən, bu xəstəliyə tutulmusan, xəbərin yoxdur. Bu xəstəliyə də tutuldun, getdin, ondan sonra qardaş, səndən törəyən, gələn nəslinin hamısı əxlaqsız olacaq. Müalicəsi yoxdur da qardaşım, dərmanla olmur, nə bilim, iynə ilə olmur. Heç bir müalicəsi yoxdur. Yəni çalışın bu xəstəlikdən özünüzü müdafiə eləyin, mühafizə eləyin dostlar. Heyfdir gələcək nəsillərimizə.